Artıq yay mövsümünün gəlməsinə cəmi cümlətanı 2 ay qalıb və bu müddət ərzində artıq yay mövsümünün meyvələri satışa qoyulub və hər kəs də artıq bu meyvələri almaq istəyir. Bəs bu meyvələrin satışdakı qiyməti necədir? Bu barədə araşdırmışıq. Artıq yay mövsümünün gəlməsinə cəmi cümlətanı 2 ay qalıb. Bu müddət ərzində yay mövsümünün əvəzolunmaz meyvələrindən olan çiyələk artıq satışa qoyulub. Təxminən 2 həftə öncə yay mövsümünün əvəzolunmaz meyvələrindən olan çiyələyin qiyməti 20 manatı aşmışdır. İndi isə çiyələk müştərilərə yalnız 4 manata təklif olunur. Bəs bu düşüşün səbəbi nədir? Bu barədə satıcılardan soruşmuşuq. Çiyələyin qiyməti 4 manatdır. Hələ ki təzədir, yaxşıdır. Yəni alıcı sayı yaxşıdır hələ ki. Hələ ki normaldır da, indi təzədir, inşallah yaxşı olar. Elə satıcıların sözlərini müştərilər də təsdiqlədi. Bəli, çox gözəldir. Bayaq da almışam. Uşaq da bəyənibdi, yeyibdi. Çox gözəl ha, çox gözəl. Allah bunların ömrünü uzun eləsin. Yenə də bunlar gətir, biz alıb yeyirik. Olmasa, gətirməsələr nə yiyəcəyik valla? Allah ömürlərini uzun eləsin. Satıcıların sözlərinə görə isə yay mövsümü yaxınlaşdıqca çiyələyin qiyməti və digər yay mövsümü meyvələrinin qiyməti daha da ucuzlaşacaq. Əhməd Məhəmmədov, Əli Həmzəyev, RTV Xəbər.